Salam aleykum. Deməli, ilkin məhlul bilmirəm neçə qramdır, A qram götürürəm. Sonra ora 40 qram maddə əlavə olunur. Artıq son məhlul əmələ gəlir. Onda olur A plus 40. Və yazıb ki, nəticədə məhlulun kütləsi 1,2 dəfə artır. Yəni son məhlul göründüyü kimi ilkin məhluldan çoxdur. Bu da 1,2 eləyir. Buradan A üstə gəl. 40 bərabərdir 1,2A. Buradan 0,2A bərabərdir 40. A buradan bərabərdir 40 bölünsün 0,2. Bu 200 eləyəcək. Mən tapdım ki, A burada 200'ə bərabərdir. Yəni ilkin məhlul 200 imiş. Son məhlul da 200 üstə gəl 40. Yəni 240 imiş və həqiqətən 240 200-dən 1,2 dəfə çoxdur. Və bunun kütlə payını bilmirəm. X faiz götürürəm. Onda 200 vurulsun x bölünsün 100. Bunun həll olanı 2x eləyir. Bu həll olandır. Maddə əlavə eləndə maddənin üzərinə gəlir. Son məhlulda həll olan kütləsi 2x plus 40 olur. Son məhlulda həll olanın kütləsi 2x plus 40'dır. Son məhlul 240'dır. Deyək, kütlə payı 2,5 dəfə artıb. Əvvəl kütlə payı x idi. Sonda 2,5x olur. Bunu vururam 100'ə və buradan x-i tapaq. Buradan biz tapırıq ki, x 10'a bərabərdir. Son məhlulda həll olan kütlə payı dedik 2,5x-dir. X də 10'dur. 2,5'i 10'a vuranda 25 edəcək.